Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayrun nasirin ve mu'in. Allah'ın salamı olsun Peyğəmbər və onun pak əhli beytinə. Əziz dostlar, bugünkü söhbətimiz Azərbaycanda fəaliyyət göstərən Vəhabilərin dırnaqarası şeyxi Qamət Süleymanov haqqındadır. Vəhabi Qamət Süleymanov ağ yalanlar danışaraq deyir ki, Cəməl müharibəsi İmam Əli əleyhissalama qarşı deyildi. Deyir, Təlhə Zübeyir və xilafəti qəsb etmiş Əbu Bəkirin qızı Ayşə Cəməl müharibəsində İmam Əli əleyhissalama qarşı çıxmayır. Və burada Vəhabi Qamət çalışır ki, tarixi saxtalaşdıraraq Əhl-i Beyt əleyhissalama qarşı çıxan münafiqlərin cinayətlərini örtbasdır etsin. Buyurun əziz dostlar, izləyin bu yalancı Vəhabi Qamətin çıxışını, sonra özünüz qəzafət edərsiniz. Qaldı ki, Cəməl döyüşü əlin olmayıb. Cəməl döyüşü, o Talha Zübeyir, Ayşə radiyallahu anhə, onlar gedmişdilər xavariclər öldürməyə, xavariclərlə döyüşməyə. Əli sonra gəlir ora. Əgər əlini Əliyə qarşı çəsəydilər, Əliyə tərəf gedərdilər. Ona görə onlar Əli ilə döyüşməyib. Onlar xavariclərlə döyüşür. Sadəcə o döyüş ki, Cəməl adlanır, o dəvəyə görə, Ayşə radiyallahu anhə dəvəsinə görə. O da artıq razılaşırlar ayrılmağa, gecəni yatırlar, səhər, ara qızışır, başlayırlar. Çünki Əli ibn Əbi Talibin qoşununda xavariclər çox idi. Və Əli radiyallahu anhə, Ayşə radiyallahu anhə çıxardır, deyir, hara gəlib qayıtmaq istəyən, deyir, Mədinəyə. Mühafizə ilə Mədinəyə göndərir. Talha Zübeyir isə heç döyüşdə ölmür. Döyüş meydanından qıraqda ölür, tamamən vururlar. Ayşə radiyallahu anhə əllə döyüşməyib. Hələ qoymaq düzgün deyil. Vəhabi Qamət deyir ki, Cəməl döyüşündə Təlhə Zübeyir və Ayşə İmam Əli əleyhissalama qarşı müharibə etməyə gəlməmişdir. Əgər sənin dilinlə desək, Təlhə Zübeyir və Ayşə Cəməl döyüşündə İmam Əli əleyhissalama qarşı döyüşməyə gəlməmişdilər, güya onlar Osmanın qatillərinə qarşı döyüşməyə gəlmişdilər. Əgər Osmanın qatillərinə qarşı döyüşməyə gəlmişdilərsə, Osmanın qatillərin İmam Əli əleyhissalamda niyə axtarırdılar? Məgər Osmanı İmam Əli əleyhissalam qətlə yetirmişdir? Siz yalan danışıb tarixi saxtalaşdırmaqla öz böyüklərinizin cinayətlərinin üstünü örtbasdır etməyə çalışırsınız və onların çirkin əməllərinə bəraət qazandırmağa çalışırsınız. Sizin Ümmül Müminin dediyiniz Ayşə, Qur'an da Allahın Rəsulü